Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala Resulillahi ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Allahümme allimna men yenfa'una munfa'na ma allamtana ve zidna ilma. Amma ba'd. Əziz və dəyərli qardaş abazlarım, hörmətli dinləyicilər. Biz keçən dəfə Şeyx Muhammed ibn Salih el-Utheymin rahimehullah onun ali əxlaqi dəyərlər haqqında olan mövzusunu qeyd etmişdik. Həmin mövzudan bir hissəni xatırlatdıq, hansı ki o da Allahla münasibətdə olan əxlaq idi və sonra isə ikinci hissəsi barəsində qeyd etmişdik ki, yaradılmışlarla rəftarda gözəl əxlaq haqqında danışacaq və bugünkü mövzumuz da elə qeyd etdiyimiz kimi yaradılmışlarla rəftarda gözəl əxlaq haqqında olacaq. Ümumiyyətlə, məxluqatla gözəl əxlaqı bəziləri tərif edərək, necə ki, Həsən Basri, Allah ona rəhmət etsin, dediyi kimi buyurmuşdur ki, məxluqla gözəl əxlaq, əziyyət verməmək, səxavət göstərmək və üzücülər olmaqdır. Və Şeyx Muhammed ibn Salih el-Utheymin, Allah ona rəhmət etsin, Həsən Basrinin, Allah ona rəhmət etsin, sözünə izah verərək buyurur ki, birinci növbədə əziyyət verməmək. Əziyyəti kəsməyin mənası insanın başqalarına verdiyi əziyyətdən çəkinməsidir. Bu əziyyət istər mala, istər cana, istərsə şərəfə aid olsun. Kim başqalarına verdiyi əziyyətdən çəkinmirsə, o gözəl əxlaq sahibi deyil, əksinə pis əxlaq sahibidir. Rasulullah sallallahu aleyhi və səlləm ümməti bir araya gətirərək ən böyük toplantıda əziyyət verməyin haram olduğunu bəyan edərək demişdir. فَإِنَّ دِمَاءَكُمْ وَأَمْوَالَكُمْ وَأَعْرَاضَكُمْ بَيْنَكُمْ حَرَامٌ كَحُرْمَةِ يَوْمِكُمْ هَذَا فِي شَهْرِكُمْ هَذَا فِي بَلَدِكُمْ هَذَا. Sizin qanlarınız, mallarınız və namuslarınız bu gününüzün, bu ayınızın və bu şəhərinizin haramlığı kimi haramdır. Toxunulmazlığı kimi toxunulmazdır. Əgər bir kişi, bir insan insanlara qarşı pulunu almaqla, aldatmaqla, xəyanət etməklə, döymək və ya cinayət törətməklə, yaxud söyüş və qeybətlə ədalətsizlik edirsə, bu insanlarla gözəl rəftar, gözəl əxlaq sayılmaz. Çünki o insanlara verdiyi əziyyətdən çəkinməmişdir. Bu günah əziyyət verilən şəxsin üzərindəki haqqı nə qədər böyükdürsə, bir o qədər ağırlaşır. Məsələn, valideynlərə edilən pislik başqalarına edilən pislikdən daha böyük günahdır. Qohumlara edilən pislik uzaq insanlara edilən pislikdən daha böyük günahdır. Qonşulara edilən pislik qonşu olmayanlara edilən pislikdən daha böyük günahdır. Buna görə Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir: "Vallahi la yu'min, vallahi la yu'min, vallahi la yu'min." Qilə və mən ya Rasulallah? Qal: "Əl-ləzi la yə'mənu cərahu bəvayiqahu." Allaha and olsun ki, iman gətirməyib. Allaha and olsun ki, iman gətirməyib. Allaha and olsun ki, iman gətirməyib. Soruşdular, kim ey Allahın elçisi? Dedi ki, qonşusu onun şərindən əmin olmayan kimsə. Və bu birinci tərəf. İkinci tərəf isə səxavət göstərmək. Səxavət alicənamlıq və əlaçıqlıq deməkdir. Alicənablıq bəzi insanların düşündüyü kimi yalnız pul xərcləmək deyil. Əksinə, alicənablıq, əsl səxavətli olmaq, insanın öz nəfsini, həyatını fəda eləməsi, nüfuzundan, vəzifə və imkanlarından istifadə etməsi və malını xərcləməsi ilə olur. Əgər bir şəxsin insanların ehtiyaclarını qarşıladığını, onlara kömək etdiyini, çətinlik çəkənlərin yanına getdiyini, elmini insanlar arasında yaydığını və malını insanlar arasında xərclədiyini görsək, onu gözəl əxlaq sahibi kimi qiymətləndiririk. Çünki o səxavət göstərir. Peyğəmbər sallallahu aleyhi ve sellem buna görə demişdir ki, harada olursansa ol Allahdan qorx, pislik etdikdən sonra onu yox edəcək bir yaxşılıq et və insanlar arasında gözəl əxlaqla rəftar et. İnsanlarla gözəl rəftarın, əxlaqın bir hissəsi də budur ki,
sənə zülm edildikdə və pislik edildikdə əfv edəsən və güzəştə gedəsən. Uca Allah insanları əfv edənləri tərifləyərək cənnət əhli haqqında belə buyurmuşdur. Əllezine yunfiquna fis-serra'i ve'd-darra'i vel-kaziminel-gayze vel-afin anin-nas vallahu yuhibbul muhsinin. O kəslər ki, Allah yolunda varlı və kasıb vaxtlarında xərcləyər, qəzəblərini udar və insanların günahlarından keçərlər, Allah yaxşılıq edənləri sevər. Allah Teala həmçinin digər ayədə buyurur: "Və en ta'fu aqrabu lit-taqva." Əfv etməniz isə təqvaya, Allahdan qorxmağa daha yaxındır. Və bilmək lazımdır ki, insanlarla ünsiyyətdə olan hər bir kəs şübhəsiz ki, onlardan bir pislik görəcəkdir. Bu zaman onun münasibəti əfv etmə və keçmək olmalıdır. Əmin olmalıdır ki, öz əfvi və pisliyə yaxşılıqla cavab verməsi aralarındakı düşmənçiliyi dostluğa çevirəcəkdir. Necə ki, Uca Allah bu barədə buyurur: وَلَا تَسْتَوِ الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ اِدْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ. Yaxşılıqla pislik eyni ola bilməz. Sənə edilən pisliyi ən gözəl şəkildə dəf et, o zaman görərsən ki, aranızda düşmənçilik olan kimsə sanki yaxın bir dostdur. Lakin bu məqama çatmaq olduqca ucadır, şərəflidir. Allah Subhanahu və Teala buyurur: وَمَا يُلَقَّاهَ إِلَّا الَّذِينَ صَبَرُوا وَمَا يُلَقَّاهَ إِلَّا ذُو حَظٍّ عَظِيمٍ. Bu xislət yalnız səbr edənlərə, ancaq böyük qismət sahiblərinə verilir. Yaxşı, burada belə bir məsələ ortaya çıxır. Buradan belə başa düşürükmü ki, cinayətkara, günahkara qarşı əfv etmək mütləqdir və əmr ondandır. Bəziləri ayədən bunu belə anlaya bilər, lakin bilmək lazımdır ki, əfv yalnız o halda təriflənir ki, əgər əfv etmək daha yaxşıdırsa, əgər cəzalandırmaq, haqqını tələb etmək daha yaxşıdırsa, o zaman cəzalandırmaq, haqqı tələb etmək daha üstündür. Əgər sənə qarşı cinayət törədən və sənə qarşı cürət edən şəxs şər və fəsadı ilə tanınan biridirsə, onu əfv etdiyin təqdirdə o öz şərində və fəsadında daha da azğınlaşacaqsa, o zaman bu vəziyyətdə ən yaxşısı haqqı tələb etmək və ona cəzalandırılmasıdır. Çünki bunda islah vardır. Şeyxülislam İbn Teymiyyə rahimehullah, Allah onu rəhmət etsin, deyir ki, islah vacibdir, əfv isə bəyəniləndir. Əgər əfv etməkdə islahın pozulması varsa, bu o deməkdir ki, biz müstəhəb olanı vacib olana üstün tutmuşuq. Lakin şəriət belə gəlməyib. Və ona görə də Şeyh Muhammed İbn Salih Əl-Ütheymin rahimehullah, Allah ona rəhmət etsin, deyir ki, fürsətdən istifadə edərək bir çox insanın yaxşılıq məqsədi ilə etdiyi bir məsələyə diqqət çəkmək istəyirəm. Bu, bir insanın səbəb olduğu qəza nəticəsində başqa bir şəxsin həlak olması halıdır. Yəni, burada belə bir sual çıxır ki, ölənin yaxınları gəlib qəzanı törədən şəxsdən qan pulunu tələb etmədikdə onların bu bağışlaması gözəl əxlaq sayılırmı, yoxsa burada təfsilatla ətraflı izaha ehtiyac var? Bu mövzuda ətraflı izaha ehtiyac var. Yəni, məsələyə gəldikdə qəzanı törədən şəxsin vəziyyəti necədir, ona baxmaq lazımdır. O tələskənliyi və laqeydliyi ilə tanınan insanlardandırmı? Allah qorusun, birini vurduqda qan pulunu ödəyərəm deyə düşünən və buna əhəmiyyət verməyən insanlardandırmı? Yoxsa o bütün ehtiyat tədbirlərini görüb, lakin Allahın qədəri ilə bu hadisə baş verənlərdəndirmi? Əgər qəzanı törədən şəxs bütün tədbirləri görüb, lakin Allahın qədəri ilə hadisə baş verib, hər bir ehtiyatlardan tutubsa, onun haqqını əfv etmək daha üstündür. Ancaq əfv etməzdən əvvəl ölənin üzərində borc olub olmadığını yoxlamaq lazımdır. Əgər ölənin boynunda yalnız qan bahası ilə ödəniləcək məbləğ varsa, hansı ki onun borcu var, evində heç bir pulu yoxdur və ancaq
olan pul qan bahasından gələ bilər. Belə bir halda bu borcu bağışlamaq olmaz. Öldürənə bu borcu bağışlamaq olmaz. Çünki qan puluna haqqı olanlar ölənin varisləri deyil. Hətta onlar bağışlasalar belə bu bağışlama etibarlı sayılmaz. Çünki burada birinci növbədə ölən şəxsin borcu ödənilməlidir. Bu insanların çoxunu diqqətdən qaçırdığı bir məsələdir. Və onların haqqı yalnız borc ödənildikdən sonra qüvvəyə minir. Və sonra isə məxluqatla gözəl rəftardan üçüncüsü üzücülər olmaq. Yəni, insanın qaşqabaqlı olmaması. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, "La tahqiranna minal ma'rufi şey'a, velev en telqa axaka bi vechin talq." Xeyirli olan heç bir şeyi kiçik görmə, hətta qardaşını üzücülər bir sima ilə qarşılamağı belə. Üzücülər olmağın faydaları ondan ibarətdir ki, qarşındakı insana sevinc bəxş edir. Bu sevgi və mehribanlığa səbəb olur. Həm sənin, həm də qarşındakı insanın qəlbinin açılmasına gətirib çıxarır. Əgər insan qaşqabaqlı olarsa, insanlar ondan uzaqlaşır, onunla oturub durmaq və söhbət etmək istəmirlər. Qaşqabaqlı olmaq insanı hətta təzyiq xəstəliyinə belə düçar edə bilər. Ürəyi geniş və üzücülər olmaq bu xəstəliyə qarşı ən effektiv dərmanlardan biridir. Həkimlər bu xəstəliyə tutulanlara özlərini qıcıqlandıran və hirsləndirən şeylərdən uzaq durmağa məsləhət görürlər. Çünki bu xəstəliyi daha da şiddətləndirir. Üzücülər olmaq bu xəstəliyi aradan qaldırır. Çünki insan bununla ürəyi geniş və insanlar tərəfindən sevilən biri olur. Məxluqla gözəl əxlaqın bir hissəsi də dostlar, qohumlar və ailə ilə xoş rəftar etməkdir. İnsan onlardan bezməməli, onlara qarşı qəlbini daratmamalı və onları sıxıntıya salmamalıdır. Əksinə Allahın şəriətinin hüdudları çərçivəsində bacardığı qədər onların qəlbinə sevinc bəxş etməlidir. Bu şərt, yəni Allahın şəriətin hüdudları daxilində olmaq şərti qeydi mütləqdir. Çünki elə insanlar var ki, onlar yalnız Allaha qarşı çıxmaqla, Allaha asi olmaqla sevinirlər. Allah bizi bundan qorusun. Və biz bu məsələdə onlara uymuruq, onların bu istəyinə razı olmuruq. Lakin səninlə əlaqəsi olan hər bir kəsin, istər ailə, istər dost, istərsə də qohum olsun, qəlbinə şəriət hüdudları daxilində sevinç salmaq gözəl əxlaqın tərkib hissəsidir. Məhz buna görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, xeyrukum li əhlihi və ana xeyrukum li əhli. Sizin ən xeyirliniz ailəsi üçün ən xeyirli olanınızdır. Mən də sizin aranızda ailəsindən qarşı ən xeyirli olanınızam. İnsanların bir çoxu böyük təəssüf hissi ilə qeyd edək ki, kənardakı insanlarla gözəl rəftar edir, lakin öz ailəsinə, həyat yoldaşına, uşaqlarına qarşı gözəl əxlaq nümayiş etdirmir. Bu tamamilə bir xətadır və həqiqətləri tərsinə çevirməkdir. Necə ola bilər ki, sən uzaqdakı yad insanlara qarşı gözəl əxlaq göstərəsən, yaxınlarına, qohumlarına qarşı isə pis rəftar edəsən. Belə bir kəs bəhanə gətirərək deyə bilər ki, mən qohumlarımın yanında özümü sərbəst hiss edirəm. Aramızda rəsmiyyət olmadığı üçün onlara qarşı əxlaqımda sərt ola bilərəm. Biz ona cavab olaraq deyirik ki, bu əsla doğru bir yanaşma deyil. Çünki qohumlar sənin gözəl rəftarına, xoş ünsiyyətinə və xoşbəxtlik bəxş etmənə insanların içində ən çox layiq olan kəslərdir. Məhz buna görə də bir kişi gəlib, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mən əhəqqun nəsi bi husni səhabətim. Qalə ummuk, qalə thümmə mən, qalə thümmə ummuk, qalə thümmə mən, qalə thümmə ummuk, qalə thümmə mən, qalə thümmə əbuk. İnsanlar arasında gözəl rəftarıma ən çox layiq olan kimdir? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, anan. Kişi buyurur ki, bəs sonra kim? O sallallahu aleyhi ve sellem dedi ki, anan. Kişi dedi ki, bəs sonra kim? Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, anan. Kişi buyurdu, bəs sonra kim?
Peyğəmbər sallallahu əleyhi və səlləm dördüncüdə dedi ki, atan. Bəzi insanlarda isə bu məsələ tam tərsinədir. Görürsən ki, o anası ilə pis rəftar edir, onun haqqına girir, lakin zövcəsi həyat yoldaşı ilə münasibətlərini gözəl tutur. Nəticə olaraq ailə, dostlar və qohumlarla münasibətləri gözəl tutmaq, bütün bunlar gözəl əxlaqın tərkib hissəsidir. Və bizə yaraşan odur ki, bu əxlaqla əxlaqlanaq və Şeyx Muhammed İbn Salih Əl-Ütheymin, Allah ona rəhmət etsin, bu nəsihəti tövsiyəni gənclərə edir, hansı ki, yay aylarında bu tövsiyəni onlara çatdırır və sonra isə buyurur ki, bu yay mərkəzlərində gənclərin asudə vaxtlarından elə istifadə edək ki, onlara gözəl əxlaqa alışdıraq. Və beləliklə, bu mərkəz həm təlim, öyrətmə, həm də tərbiyə ocağına çevrilsin. Çünki tərbiyəsiz, əxlaqsız verilən elmin zərəri onun faydasından daha çox ola bilər. Lakin elmlə birlikdə tərbiyə də olarsa, o zaman elm özünün əsl hədəflənən nəticəsini verər. Məhz buna görə uca Allah buyurmuşdur: "Mə kənə libəşərin ən yu'tiyehullahul kitəbə vəl hukmə vən nübüvvətə, thumma yəqulə linnəsi kunu ibadən li min dunillah, vəlakin kunu rabbaniyyin bimə kuntum tuallimunəl kitəbə və bimə kuntum tədrusun." Allahın kitab, hikmət və peyğəmbərlik verdiyi hər hansı bir insanın sonra insanlara Allahı qoyub mənə qul olun deməsi yaraşmaz. Əksinə o, öyrətdiyiniz kitaba və ondan oxuyub öyrəndiyiniz şeylərə görə Rabbanilər olun deməsidir və insanlara bunu deyər. Elmin əsas faydası insanın Rabbani olmasındadır. Yəni, Allahın qullarını onun şəriəti üzrə tərbiyə edən bir kəsə çevrilməsidir. Biz artıq öncədən qeyd etmişdik ki, gözəl əxlaq həm fitri insanın yaradılışında gələn bir xislət, həm də sonradan qazanılan, özünü məcbur edərək alışdırılan bir xüsusiyyət ola bilər. Şübhəsiz ki, fitri olan gözəl əxlaq sonradan çalışaraq qazanılan əxlaqdan daha mükəmməldir. Və buna dəlil olaraq Rasulullahın sallallahu aleyhi ve sellem Əl-Əşəc Əbdülqeysə buyurduğu bu sözünü gətirmişdik ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ona dedi ki, əksinə Allah səni bu iki xislət üzərində xəlq etmişdir. Onları sənin fitrətinə qoymuşdur. Çünki fitri yaradılışdan gələn gözəl əxlaq insandan asanlıqla ayrılmaz, itib getməz. Lakin sonradan qazanılan, vərdiş edilən gözəl əxlaq bir çox məqamda insanı yarı yolda qoya bilər. Çünki sonradan qazanılan əxlaq daimi bir məşqə, nəfslə müzadiləyə və insanı qəzəbləndirən hər bir ana və hər bir anda bu əxlaqı xatırlayıb özünü idarə etməyə möhtacdır. Məhz buna görə də bir kişi Rasulullahın sallallahu aleyhi ve sellem yanına gəlib, ey Allahın elçisi mənə nəsihət et dedikdə o, Peyğəmbər sallallahu aleyhi ve sellem qəzəblənmə deyə buyurdu. Həmin şəxs sualını bir neçə dəfə təkrar etsə də, Peyğəmbər sallallahu aleyhi ve sellem hər dəfəsində qəzəblənmə deyə buyurdu. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur ki, güclü güləşdə, yıxmaqda hamıya qalib gələn deyil, əsl güclü qəzəb anında öz nəfsinə hakim olmağı bacarandır. Yəni, bu hədisdə keçən əs-sur'a kəlməsi insanları ard-arda yerə çırpan, yəni idmanda onu üstələyən kəsə deyilir. Bu sözün qrammatik forması hüməzə və lüməzə sözləri kimidir. Hüməzə insanları arxasınca pisləyən, lüməzə isə insanların eyiblərini üzünə vuran, onları lağa qoyan kəsdir. Deməli, əsl güclü, pəhləvan kəs insanları yerə yıxan və onlara qalib gələn deyil, əksinə əsl güclü kəs qəzəb anında öz nəfsinə hakim olmağı bacarandır. Beləliklə, qəzəb anında öz nəfsini yerə yıxan, ona qalib gələn və onu cilovlaya bilən kəs həqiqi güclüdür. Həqiqətdə isə insanın qəzəb anında öz nəfsinə hakim olması ən gözəl əxlaqi keyfiyyətlərdən biri hesab olunur. Qəzəbləndiyiniz zaman qəzəbinizin ardınca getməyin. Onu feillərinizə və qərarlarınıza yansıtmayın.
Əksinə, daşqalaq olunmuş şeytandan Allaha sığının. Əuzu billahi minəşşeytanirracim deyin. Əgər ayaq üstəsinizsə əyləşin. Əyləşmisinizsə uzanın. Əgər qəzəbiniz daha da şiddətlənərsə dəstəmaz alın ki, o qəzəb sizdən uzaqlaşsın. Nəticə olaraq fitri yaradılışdan gələn gözəl əxlaq sonradan qazanılan, vərdiş edilən gözəl əxlaqdan daha üstündür. Çünki fitri əxlaq insanın ayrılmaz bir təbiətinə çevrilir və hər bir vəziyyətdə bu əxlaqı nümayiş etdirmək insana asan gəlir. Lakin sonradan qazanılan əxlaq bəzi məqamlarda insanı yarı yolda qoya, ondan uzaqlaşa bilər. Həmçinin biz belə deyirik, gözəl əxlaq sonradan çalışıb qazanmaqla da, kəsb etməklə də hasil olar. Bu o deməkdir ki, insan öz nəfsini məşq etdirər və beləliklə də həmin şəxs bəzi əməllərlə gözəl əxlaqa yiyələnər. Bu əməllərdən bəziləri bunlardır. Birincisi, Allahın kitabına, Qurana və Rasulunun sallallahu aleyhi ve sellem sünnəsinə nəzər salmaqdır. Yəni, həmin o uca əxlaqı tərifləyən dəlilləri araşdırıb, onlara baxmaq, onlara öyrənməkdir. Və ikincisi isə gözəl əxlaqı ilə tanınan, seçilən kəslərlə yoldaşlıq etmək. Peyğəmbər sallallahu aleyhi ve sellem bu gözəl sözlərində buna işarə edərək buyurmuşdur ki, Məsəlü cəlisi salihi və səv kəhamilil misk və nafiqil kir fəhamilil misk immə ən yuhdiyəkə və immə ən təbtəə min və immə ən təcid minhu rihan tayyibə və nafiqul kir immə ən yuhriqə thiyabək və immə ən təcid rihan xabithə. Yaxşı yoldaşla pis yoldaşın misalı müşk satanla dəmir körüyü üfləyən kəsin misalına bənzəyir. Ətir satan ya sənə o ətirdən hədiyyə edər, ya ondan satın alarsan, ya da heç olmasa onun yanında xoş bir qoxu duyarsan. Dəmir körüyünü üfləyən isə ya sənin paltarını yandırar, ya da onun yanında pis bir qoxu hiss edərsən. Bütün gənclərə vacib olan, yaraşan odur ki, gözəl əxlaqı ilə tanınan kəslərlə yoldaşlıq etsinlər və pis əxlaqdan, eləcə də dəyərsiz, boş və mənasız işlərdən uzaq dursunlar. Belə etsinlər ki, bu yoldaşlıqdan özləri üçün gözəl əxlaq qazanmağa yardımcı olacaq bir məktəbi keçmiş olsunlar. Üçüncüsü isə insanın pis əxlaqın nələrə yol açacağı, hansı pis nəticələr doğuracağı barədə dərindən düşünməsidir. Çünki pis əxlaq sahibi olan kəs həm nifrət qazanar, sevilməz, həm insanlar tərəfindən tərk edilər, tənha qalar, həm də həmişə çirkin vəsf və xislətlərlə yad olunar. İnsan pis əxlaqın onu bu cür rəzil vəziyyətlərə sürükləyəcəyini dərk etdiyi an şübhəsiz ki, ondan uzaqlaşar. Və bizlər üçün əxlaqda ən ali nümunə, ən gözəl nümunə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem'dir. Necə ki, uca Allah onun barəsində buyurmuşdur ki, وَاِنَّكَ لَعَلَى خُلُقٍ عَظِيمٍ Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən. Peyğəmbərin sallallahu aleyhi ve sellem dövründə baş vermiş hadisələr onun nə dərəcədə gözəl əxlaqa sahib olduğunu açıqca göstərir. Hətta onun bu gözəl əxlaqı uşaqlarla olan münasibətində belə özünü biruzə verirdi. Belə ki, o sallallahu aleyhi ve sellem uşaqlarla yumuşaq davranar, onlarla zarafatlaşardı. Hətta balaca uşaqlardan birinə Yə Əbə Umeyr, mə fəalən Nuğeyr, ey Əbu Umeyr, Nuğeyr nə etdi? Əbu Umeyr kiçik bir uşağın ləqəbidir. Onun yanında isə sərçəyə bənzər Nuğeyr adlı kiçik bir quşu var idi. Bu quş tələf olub öldükdə uşaq buna görə çox kədərlənmiş və qəhərlənmişdir. Peyğəmbər sallallahu aleyhi ve sellem uşağın könlünü almaq və ona təsəlli vermək üçün mülayim bir şəkildə Yə Əbə Umeyr, mə fəalən Nuğeyr, ey Əbu Umeyr, Nuğeyr nə etdi deyərək onunla zarafatlaşmışdı. Və həmçinin digər bir hadisədə Cəə Arabiyyun fəbələ fi taifətil məscid fəzəcərəhun nəs fənəhəhumun nəbiyyü sallallahu aleyhi ve sellem fələmmə qada bəvləhu əmrən nəbiyyü sallallahu aleyhi ve sellem bidənubin mimmə fəuhriq aleyh. Bir bədəvi gəlib məscidin küncünə sidik etdi. İnsanlar onun üzərinə qalxmaq istədilər. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem onlara mane oldu.
O sidiyini bitirdikdən sonra Peyğəmbər sallallahu əleyhi və səlləm bir qap su gətirilməsini əmr etdi və su həmin sidiyin üzərinə töküldü. Sonra isə bədəvinin yanına çağırıb ona belə buyurdu: İnne hâzihil məsəcid la tasluhu li şey'in min hâzal bawl və lal qadr. İnnemâ hiye li zikrillahi azza ve cel ve salatu ve qiraatul Kur'an ev kema qala Rasulullah sallallahu aleyhi ve sellem. Şübhəsiz ki, bu məscidlər hər hansı bir natəmizliyə və ya pisliyə yaramaz. Məscidlər ancaq namaz qılmaq və Quran oxumaq üçündür. Ev kema qal Ən-Nəbiyyə sallallahu aleyhi ve sellem. Bu hadisədəki gözəl əxlaqın təzahürü tamamilə aşkardır. Çünki o sallallahu aleyhi ve sellem bu bədəvini nə rüsvay etdi, nə də döyülməsini əmr etdi. Əksinə onun öz halına buraxdı ki, hətta sidiyini tam bitirsin, sonra isə ona məscidlərin bu cür əməllərə yaramadığını, bunların yalnız, həmin məscidlərin yalnız namaz qılmaq, Allahı zikr etmək və Quran oxumaq üçün tikildiyini gözəl bir dillə başa saldı. Həmçinin digər hadisədə Ənə Əbu Hüreyrə radiyallahu anhu qal بينما نحن جلوس عند النبي صلى الله عليه وسلم إذا جاءه رجل فقال يا رسول الله هلكت قال ما لك قال وقعت على امرأتي وأنا صائم. Əbu Hüreyrə rivayet edir ki, bir gün biz Peyğəmbər sallallahu aleyhi ve sellemlə beraber oturmuşduq. Ramazan ayında bir kişi Peyğəmbərin yanına gəlib, ey Allahın elçisi, məhv oldum, həlak oldum dedi. Peyğəmbər sallallahu aleyhi ve sellem ona səni həlak edən, məhv edən nədir deyə soruşdu. Kişi, mən oruclu ikən Ramazanın gündüzündə həyat yoldaşımla yaxınlıq etdim dedi. Peyğəmbər sallallahu aleyhi ve sellem onu nə qınadı, nə də azarladı. Əksinə ona belə buyurdu: Həl tecidu raqabətən tu'tiquha? Qalə lə. Qalə fəhəl təstati ən təsuma şəhreyni mütətəbi'in? Qalə lə. فقال هل تجد إطعام 60 miskine? Qale la. Azad etməyə bir qul tapa bilərsənmi? Kişi xeyr dedi. Peyğəmbər sallallahu aleyhi ve sellem ardıcıl 2 ay oruç tutmağı gücün çatarmı? Buyurdu. Kişi xeyr dedi. Peyğəmbər sallallahu aleyhi ve sellem 60 miskini doyurmağa bir şey tapa bilərsənmi deyə soruşduqda kişi yenə xeyr cavabını verdi. Sonra həmin şəxs əyləşdi. Bu vaxt Peyğəmbərə içərisində xurma olan bir səbət gətirildi. O həmin xurmanı kişi uzadaraq dedi ki, Xudhə fətəsaddaq bih. Fəqalə rəcul, Əalə əfqara minni ya Rasulallah. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, bunu apar və sədəqə et. Kişi dedi ki, bizdən daha yoxsundan mı? Vallah, bu iki dağlıq arasında, yəni Mədinənin içində buna bizdən daha çox ehtiyacı olan bir ailə yoxdur. Peyğəmbər sallallahu aleyhi ve sellem o qədər güldü ki, hətta ön dişləri göründü. Sonra isə buyurdu ki, apar bunu öz ailənə yedirt. Peyğəmbərin sallallahu aleyhi ve sellem bu hadisədəki Ramazanın gündüzündə günah işləmiş şəxslə rəftarındakı gözəl əxlaqı tamamilə aşkardır. Çünki o sallallahu aleyhi ve sellem bu kişini nə qınadı, nə söydü, nə də rüsvay etdi. Bu onun sallallahu aleyhi ve sellem sonsuz həlimliyindən, təmkinli, rəhmətindən və hikmətindən irəli gəlirdi. O gördü ki, bu şəxs zaten peşmanlıq, qorxu və tövbə hissi ilə gəlmişdir. Ona görə də belə bir kəsin məzəmmət olunmağa deyil, ona haqqın gözəl və yumuşaq bir şəkildə şəfqətlə bəyan edilməsinə layiq olduğunu bildi. Və həmçinin mühüm bir məsələ, problemlərdən biri və həmçində gətirilən şübhələrdən biri, bir çox insan belə bir iddia irəli sürür. Qərb əhli öz aralarındakı rəftarda, ticarətdə, alış-verişdə daha gözəl əxlaq nümayiş etdirirlər. Biz müsəlmanların cərgələrində isə fırıldaqçılıq, yalan və yalandan and içməklə malını sırmaq kimi hallara rast gəlirik. Görəsən bunun səbəbi nədir? Şeyx cavab olaraq Allah onu rəhmət etsin deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurub, əgər insanlara sadəcə iddialarına görə istədikləri verilsəydi, bəzi adamlar digər bir qövmün qanlarını və mallarını iddia edərdilər. Lakin iddia edənin üzərinə dəlil gətirmək düşür. İnsanlar arasında məşhur olan qərbdəkilərin rəftarda, müamilədə
gözəl əxlaq sahibi olması iddiası doğru deyil. Əksinə onların yanına gedənlərin və onlarla yaşayanların yaxşı bildiyi kimi onlarda çox pis rəftar və müamilə mövcuddur. Lakin onlara heyranlıq və pərəstiş gözü ilə baxmadan, sırf ədalət və insaf gözü ilə baxan kəs bunu görür. Şairin dediyi kimi, pərəstişkar göz hər bir eybə qarşı kordur. Nifrət gözü isə ancaq pislikləri üzə çıxarır. Və şeyx buyurur ki, Allah ona rəhmət etsin, mənə qərbə gedən gənclərin bir çoxu orada ən rəzil, ən pis əxlaqi əməllərin şahidi olduqlarını danışıblar. Onların alqı-satqı ticarət işlərində dürüst davranmalarına gəlincə isə bu heç də onların yüksək əxlaq sahibi olmalarından irəli gəlmir. Əksinə bunun yeganə səbəbi onların maddiyyətə tapınan bir cəmiyyət olmalarıdır. Çünki insan bu növ işlərdə nə qədər dürüst və etibarlı olarsa, insanlar ona bir o qədər çox yönələr, onun malını daha rəğbətlə alar və beləcə malın satış dövriyyəsi daha da sürətlənər. Onlar bunu ticarətdə dürüstlüyü əxlaqca kamil olduqları üçün etmirlər. Əksinə maddiyyat sahibi olduqları və bunu öz mallarını artırmaq üçün ən böyük reklamlardan, təbliğ vasitələrindən biri kimi gördükləri üçün edirlər. Məqsədləri budur ki, qazandıqları bu mallar müştərilər tərəfindən rəğbət görsün. Əgər belə olmasaydı, Uca Allahın onlar barəsindəki bu vəsfi yetərli olardı. İnnellezîne keferu min ehlil kitab vel müşrikin fi nâri cehenneme xalidîne fîhâ ulaike hum şerrul beriyye. Şübhəsiz ki, kitab əhlindən və müşriklərdən olan kafirlər cəhənnəm odundadırlar və orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən şərlisidir, ən pisidir. Və şeyx buyurur ki, Allah ona rəhmət etsin, mən Uca Allahın kafirlər üçün verdiyi bu vəsf rütbəsindən daha doğru bir vəsf tanımıram. Çünki onlar yaradılmışların ən şərlisidir. Elə isə Allahın yaradılmışların ən şərlisi adlandırdığı bir qövmdən öz-özlüyündə xalis doğru bir xeyrin doğulması necə gözlənilə bilər? Mən bunun heç vaxt mümkün olacağına inanmır və ehtimal vermirəm. Lakin onlarda mövcud olan bəzi dürüstlük və şəffaflıq halları tamamilə başqa bir məqsədə sırf maddiyyat əldə etməyə və qazanc güdməyə yönəlmişdir. Əks halda kim onların bir çox məsələlərdə etdikləri zülmləri, hilələri və digər xalqlara qarşı üstünlük təcavüzkar siyasətlərini görsə, Uca Allahın onlar yaradılmışların ən şərlisidir sözünün tam həqiqət olduğunu dərk edər. Bir çox müsəlmanın rəftarlarında, müamilələrində baş verən fırıldaqçılıq, yalan və xəyanət kimi hallara gəlincə isə, bu həmin müsəlmanların bu məsələlərdə şəriətə müxalif olduqları dərəcədə İslam və imanlarının naqisliyindən, zəifliyindən irəli gəlir. Çünki bəzi müsəlmanların bu cür məsələlərdə xəta etmələri və şəriətin çərçivəsindən çıxmaları əsla və əsla şəriətin özündə bir nöqsan çatışmazlıq olduğu mənasına gəlmir. İslam şəriəti tam və kamildir. Bu cür pis əməllər edənlər isə hər şeydən əvvəl öz nəfslərinə, sonra İslam şəriətinə, daha sonra müsəlman qardaşlarına və bacılarına və mənsub olduqları cəmiyyətə, ən sonda isə onlarla münasibətdə olan qeyri-müsəlmanlara pislik etmiş, zərər vermiş olurlar. Ağıllı şəxs hər hansı bir fərdin əməl sahibinin etdiyi pisliyi onun mənsub olduğu şəriətin ayağına yazmaz, onunla eyniləşdirməz. Ona görə də Şeyx Allah ona rəhmət etsin buyurur ki, mən bütün müsəlmanlardan xahiş edirəm ki, İslamın əsla qəbul etmədiyi bu cür yalan, xəyanət, fırıldaqçılıq, fırıldaq və buna bənzər pis əməllərə qarşı daxillərində güclü bir mübarizə əzmi formalaşdırsınlar. Və sonra isə sual olaraq verilir ki, hansı daha fəzilətlidir, hansı daha üstündür? Dinin naqis, zəif olub gözəl əxlaqa sahib olan kəs, yoxsa şəriətə bağlılıqda kamilliyə yaxın olub pis əxlaqa sahib olan kəs? Və şeyx cavab olaraq deyir ki, şübhəsiz ki, dinin kamilliyi əxlaqın kamilliyindəndir. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem səhih olaraq
bir hədisdə buyurur ki, möminlərin iman baxımından ən kamil olanı əxlaqca ən gözəl olanıdır. Buna əsasən əxlaqı naqis olan, pis olan hər bir kəs eyni zamanda dini də naqis, zəif olan bir kəsdir. Çünki dinin kamilliyi əxlaqın kamilliyi ilədir. Necə qeyd etdiyimiz kimi, gözəl əxlaq həm xaliqlə, həm yaradanla olan münasibətdə, həm də yaradılmışlarla, məxluqlarla olan rəftarda özünü göstərir. Və beləliklə aydın olur ki, əxlaqın kamilliyi dinin kamilliyi ilə birbaşa bağlıdır. Və sonda isə şeyx Allah ona rəhmət etsin, dua edərək deyir ki, uca Allahdan diləyirik ki, bizi öz kitabına və Rasulunun sallallahu aleyhi ve sellem sünnəsinə həm zahirən, həm də batinən sıx bağlı olanlardan etsin, bizi bu etiqad üzrə dünyadan köçürsün, dünyada və axirətdə bizə sahib çıxsın, bizi hidayət etdikdən sonra qəlblərimizi haqdan döndərməsin və öz qatında bizə rəhmət bəxş etsin. Şübhəsiz ki, o bəxş edəndir və lütf sahibidir. Uca Allah bizləri yaxşı tabi olanlardan etsin. Subhanəkəllahumma hamdik, əşhədu en la ilahə illə ənt, əstəğfiruke və etûbü ileyk.